Sujetimizi izlədik dəyərli tamaşaçılarımız və studiyamızın qonaqları vardı. Vaxt itirmədən qonaqlarımızı təqdim etmək istəyirəm. Təhsil Tələbə Kredit Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov və bu kreditdən yararlanan tələbələrdən Naxçıvan Dövlət Universitetinin tələbəsi və həmkarımız Əli Yariyev, eyni zamanda Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Nurcan Əskərli bizim studiyamızın qonaqlarıdır. Xoş gördük hər birinizə. Sabahınız xeyir olsun. Sabahınız. Bəhruz müəllim, fondun yaranmaz zərurətindən və yaratdığı imkanlardan ilk olaraq danışmaq istəyirəm. Buyurun. Mən ilk öncə təşəkkür edirəm dəvətiniz üçün. Bugün doğma Naxçıvan torpağındayıq. Biz Təhsil Tələbə Kredit Fondu olaraq artıq növbəti təbliğat və təşviqat işlərimizə, təbliğat və təşviqat işlərinin davamı olaraq Naxçıvan Muxtar Respublikasındayıq və dünəndən artıq biz bir sıra müəssisələrdə olduq, hansı ki, ali təhsil müəssisələrində, orta ixtisas təhsil müəssisələrində. Bugün isə Təhsil Nazirliyinin və rayon təhsil şöbələrinin dəstəyi ilə bizim Naxçıvan Muxtar Respublikasında olan abituriyentlərimizlə, şagirdlərimizlə görüşdük. Hansı ki, onlar da gələcəkdə fondun imkanlarından yararlana bilərlər. Burada olmağımızın səbəbi, bu təbliğat və təşviqat işlərinin əsas səbəbi fondun imkanları barədə biz vətəndaşlarımızı maarifləndirmək, tələbələrimizi, şagirdlərimizi, valideynlərini, onların, eyni zamanda müəllimləri və akademik heyəti də bu barədə daha geniş məlumatlandırmaq ki, bu imkanlardan daha yaxşı, daha çevik faydalanmasına nail olaq. Fondun yaradılması barədə mən qısa sizə məlumat təqdim edim. Bildiyiniz kimi Cənab Prezidentin fərmanı ilə yaradılıb fond 2021-ci ildə. Yaradılmasının əsas və başlıca məqsədi ondan ibarətdir ki, əhalinin həssas qrupundan olan vətəndaşlarımızın təhsilə çıxış imkanlarını təmin edək. Eyni zamanda təhsil almaqda bərabər imkanlar yaradaq və təhsil əhatə dairəsini genişləndirək. Ümumiyyətlə, ölkəmizdə hər bir vətəndaşın təhsil almaq konstitusiyon hüququ var və bunu təmin etmək həm ali, həm orta ixtisas təhsil müəssisələrində, eyni zamanda texniki və yüksək texniki peşə təhsil səviyyələrində də fond olaraq biz bunu təmin etməyə və vətəndaşlarımızı bu imkanlara dəvət etməkdə bu işləri icra edirik. Artıq fondun yaradılmasından demək olar 3 ildən bir qədər artıq keçib və 4-cü tədris ilidir ki, təhsil kreditlərini veririk. Və bu 8 semestrə bərabərdir. 8-ci semestrdir ki, artıq kreditlərin verilməsini, bu prosesi icra edirik. Fondun verdiyi kreditlər uzun müddətli və güzəştli şərtlərlə verilir. Fond Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılıb, təsis edilib və qeyri-kommersiya qurumudur. Fondun yaradılmasında hər hansı gəlir və mənfəət düşüncəsi yoxdur. Və istəyirəm ki, mən bilirəm ki, xüsusilə 2 paket mövcuddur, standart və sosial. Bizim tamaşaçılarımız üçün sosial paket nə üçündür, standart paket nə üçündür və kimlərə şamil olunub, bu barədə məlumat verəsiniz. Bəli, tamamilə doğru vurğulayırsınız. Deməli, bizim fondun yaradılması zamanı qanunvericilik layihəsinin hazırlandığı zaman bu 2 istiqamətdə təhsil kreditlərinin verilməsi planlaşdırıldı və bu belə yaradıldı, bu formatda yaradıldı ki, 2 istiqamətdə həm sosial növdə, həm də standart növdə. Adından da məlum olduğu kimi, sosial kredit əhalinin həssas qruplarından olan vətəndaşlarımız üçün nəzərdə tutulan, həssas təbəqə üçün nəzərdə tutulan kredit növüdür və illik 2%-lə verilir. Standart paket isə, standart kredit növü isə digər vətəndaşlarımız üçün, hansı ki, həmin tələbələrimizin, həmin vətəndaşlarımızın sosial əsaslığı yoxdur, yəni sosial statusları yoxdur. Hansı ki, qanunvericiliklə tələb olunan o sosial statusları yoxdur. Onlar standart paketdən istifadə edərək illik 6%-lik kreditdən istifadə edə bilirlər. Bəs necə əldə olunur? Qeyd elədiyimiz kimi, sosial kreditdə tələbənin bu kreditdən faydalanması, bu vəsaiti əldə etməsi üçün onun bir sıra sosial statusları olmalıdır. Nələrdir bunlar? Biz həm tələbəyə nəzərən, həm də onun valideynlərinə nəzərən bu statusları təyin edirik və ona sosial kredit təyinatı aparılır. Fürsətdən istifadə edib onu da sizə nəzərinizə çatdırım ki, ümumiyyətlə təhsil tələbə kreditlərinin verilməsi tam elektron müstəvidə həyata keçirilir. Yəni, elektron sistem bunu həyata keçirilir. Qeydiyyatdan keçmək və tələbənin kreditə təyinatına qərar verən elektron sistemdir. Digər dövlət qurumlarının
bazaları ilə inteqrasiya edilmiş sistemdir və bu sosial statuslar dediyimiz bu statusların təyin olunması, təmin olunmasına dair məlumatları biz həmin qurumların informasiya bazalarından əldə edirik. Nədir bu sosial statuslar? Kim istifadə edə bilər sosial kreditdən? Deməli, əgər tələbənin 3-cü qrup əlilliyi varsa, bu yeni qaydalarla orqanizm funksiyalarının 41-60% itirilməsi deməkdir. Əgər bu varsa, edə bilir. Ünvanlı yardım alan ailənin üzvü olan tələbələrimiz sosial kreditdən istifadə edə bilir və valideynlərinə nəzərən qeyd etdik ki, ola bilər və burada valideynlərimizin işsizlik statuslarının olması, 1-ci və ya 2-ci qrup əlilli olmaları və yaxud da ki, onların yaşa görə əmək pensiyası və yaşa görə sosial müavinət alan olmaları. Bu, biz fəaliyyətə başladığımız zaman sosial paketin içərisində yalnız bu statuslar var idi. Daha sonra fəaliyyətimiz dövründə əhatə dairəmizi daha genişləndirmək üçün, daha çox vətəndaşımızın bu sosial kreditdən istifadəsini təmin etmək üçün bir sıra statuslar da artırdıq. Hansı ki, ailə başçısını itirməyə görə pensiya alan valideyn və yaxud da ailə başçısını itirməyə görə sosial müavinət və ya pensiya alan tələbə. Bu statuslar da həmin paketin içərisinə əlavə olundu. Əgər saydığımız statuslardan birisi valideyndə varsa, digər valideyn əgər cəza çəkmə müəssisəsindədirsə, bu zaman onlar da sosial kreditdən istifadə etmə şansı əldə etdilər. Nəticə etibarilə əvvəl həm yalnızca valideynlərin statuslarına baxırdıq. Daha sonra qanunvericiyə əlavəmiz də ondan ibarət oldu ki, onların qanuni nümayəndələrinə və qəyyumlarına nəzərən də bu kredit statusların yoxlanması və sosial kreditin təyinatı aparıldı. Standart paketdə isə bura müraciət və təyinat sırf tələbələrimizin təhsil göstəricilərinə uyğun olaraq aparılır. Hansı ki, bizim qaydalarımıza uyğun olaraq, əgər 1-ci kurs və 1-ci semestrdə yeni qəbul olmuş tələbədirsə, sistem onun qəbul balına baxır. Yəni, Dövlət İmtahan Mərkəzində topladığı bala baxır. Sonraki semestrlərdə isə onun müvəffəqiyyət göstəricilərinə baxır. Ən əsas məqamlardan biri də əslində budur. Bəli, bəli. Müvəffəqiyyət göstəricisine baxırıq. Eyni zamanda hər iki kredit növündə də tələbədən əsas meyarımız, istəyimiz ondan ibarətdir ki, tələb ondan ibarətdir ki, akademik borcu olmasın son semestrə. Baxın, fondun fəaliyyəti, fondun məqsədi eyni zamanda həm təhsil əlçatanlığı təmin etmək, həm də eyni zamanda tələbələri yaxşı oxumağa təşviq etməkdir. Bəli. Həm bu faydalı imkanlar hesabına güzəştli şərtlərlə bu kreditləri əldə etmək üçün öz akademik göstəricilərini yaxşılaşdırmalıdır. Bir növü motivasiya edir tələbələri. Eyni zamanda biraz sonra danışarıq, bir sıra güzəştlər tətbiq olunur ki, onlara təhsil dövrünün sonuna qədər yaxşı oxuyaraq bu güzəştlərdən faydalanmaq üçün də biz onları stimul veririk və motivasiya edirik ki, daha yuxarı göstəricilərlə. Elə həmin güzəşlərdən biz danışaq, Bəhruz müəllim. Onlar təbii ki, qeyd elədiyimiz kimi bu alətin içərisində bu güzəştlər də tətbiq olunur. Hansı ki, dedik bizim fondumuzun gəlir və mənfəət düşüncəsi yoxdur. Çünki çox uzun müddətə bu kreditlər verilir və sonda yaxşı oxuyan tələbələrə kreditlərimiz faizsiz ola bilər. Eyni zamanda vəsaitinin bir hissəsi, aldığı vəsaitinin bir hissəsi bağışlana bilər. Bu hansı hallarda olur? Sosial kredit almış tələbə semestrin sonunda əgər 71 bal və üzəri göstərici ilə bitirərsə həmin semestri, həmin semestr aldığı kredit onun üçün gələcəkdə geri ödəmə zamanı faizsiz olacaqdır. Əslində tələbələr arasında yaxşı şəkildə rəqabət artır. Bəli, sağlam rəqabət ortamını formalaşdırmaqdır bu. Eyni zamanda da dediyimiz kimi onları təşviq edirik ki, daha yaxşı oxusunlar. Bu da öz növbəsində təhsilin stimullaşdırılması, təhsil göstəricilərinin yaxşılaşdırılmasını təşviq edir, təmin edir bunu. Və tələbəmiz əgər 91 bal üzərində oxuyarsa, bütün təhsil dövrü boyunca əlaçı olarsa, aldığı vəsaitin 50% bağışlanır sosial kreditdə. 71 bal toplayana faizsiz olur, 91 bal toplayanlar üçün isə, əlaçı olanlar üçün isə vəsaitin həm yarısı bağışlanır, həm də geri ödəmədə onu faizsiz geri ödəyir. Faiz hesablanmır. Standartda isə hər semestr 91 toplayarsa, bütün semestrlər boyu əlaçı olarsa, onun 25% bağışlanacaqdır vəsaitin. Əgər hər hansı bir semestrdə 91 olmadan, digər semestrlərdə kredit aldığı semestrdə yalnız 91 olarsa, faizsiz olması təmin olunur onun da. Bəs tələbə universiteti bitirdi.
Hansı şərtlərdə həmin krediti ödəməlidir və neçə il müddətinə? Bəli. Biz qeyd elədik ki, çox uzun bir dövrü əhatə edir. Əslində biz bunu Azərbaycan Respublikasında ipoteka kreditləri ilə müqayisə etmək kimi bir imkanımız var ki, çox geniş dövrü əhatə edir. Amma bu daha aşağı faizlərlə qeyd elədiyimiz kimi 2% və 6% kimi aşağı faizlərlə verilir. Tələbələrimiz kreditdən istifadə edir və təhsil dövrü boyunca, əgər normativ təhsil dövrü onun nə qədərdirsə, həmin dövrdə geri ödəmə etmir. Yəni, qanunvericiliyə uyğun olaraq biz ondan geri ödəmə tələb etmirik. Və bu dövrdə də faiz hesablanmır dediyim kimi. Və məzun olduqdan sonra ona 2 il güzəşt müddəti verilir ki, əmək bazarına çıxış imkanları əldə etsin, öz məşğulluğunu təmin etsin, gəlirlərini formalaşdırsın. Və bu dövr ərzində təbii ki, onun əmək müqaviləsi və yaxud da sahibkarlıq fəaliyyəti aşkar olunarsa, geri ödəmə dövrü başlayır. Amma hər hansı bir fəaliyyəti olmasa, 2 il güzəşt müddəti davam edir. Bəs magistr təhsili alırsa, universiteti bitirdikdən sonra? Bəli, bundan əlavə olaraq, bu 2 il güzəşt müddətindən əlavə olaraq bizim möhlət dövrlərimiz də var. Hansı ki, tələbələrimizin həyatında bu müəyyən hallar ki, baş verə bilər. Bu hallar çərçivəsində biz onlara yenidən möhlət dövrü veririk. Düşünün ki, tələbə normativ təhsil dövrünü bitirdi, məzun oldu, 2 il güzəşt müddəti bitdi, artıq geri ödəmə dövrü başladı. Bu möhlət dövrü baş verdiyi təqdirdə yenidən bu geri ödəniş dayandırılır, faizlər varsa onların hesablanması dayandırılır, geri ödəmə tələb olunmur tələbədən və möhlət dövrü başlayır. Nə hallardır bunlar? Sizin də qeyd etdiyiniz kimi, əgər tələbəmiz hansısa bir təhsil səviyyəsində bizdən kredit alıb, misal üçün bakalavr təhsil səviyyəsində, daha sonra magistratura təhsil səviyyəsində öz təhsilini davam elətdirir. Geri ödəmə dövrü zamanı bu baş verərsə, həmin tələbəmizə magistratura təhsil səviyyəsində təhsil aldığı dövr qədər möhlət dövrü verilir. Yəni, bu möhlətin başqa formaları da var. Təbii ki, burada hansı ki, xanım tələbələrimiz ailə qurur, uşağın dünyaya gətirilməsi, həmin 3 yaşa qədər qulluq dövrü, bəylərimiz hərbi xidmətə gedir, həmin hərbi xidmət dövrü, eyni zamanda arzu olunan hal deyil, cəza çəkmə müəssisəsi halı ola bilər burada, məhbusluq halı ola bilər, bu zamanda möhlət verilir. Eyni zamanda hansısa bu kreditdən istifadə edən tələbəmiz birinci qrup əlillə qulluğa görə əgər prezident təqaüdü alırsa, bu zamanda ona möhlət halı verilir. Və bu möhlət güzəşt halları bitdikdən sonra əgər geri ödəmə dövrü başlayırsa, bu 10 il müddətində baş tutur. Kifayət qədər uzun bir müddətdə əslində. Çox böyük bir müddəti əhatə edir və bu 10 il ərzində, 120 ay ərzində bərabər hissələrlə tələbələrimiz çox kiçik rəqəmlərlə vəsaiti geri ödəməyə başlayır. Biz bakalavr təhsil səviyyəsindən danışdıq. Əgər bu normativ təhsil dövrünü 4-6 il götürsək, daha sonra 2 il güzəşt, 2 və 4 il möhlət dövrü də ola bilərsə və 10 il geri ödəmə dövrü aldığı vəsaitin tam geri qaytarılmasına sərf olunan vaxt 18-22 il kimi böyük bir dövrə əhatə edir. Siz düşünün ki, əgər dövlətimiz bu imkanı yaradıb və vəsaitləri artıq Təhsil Tələbə Kredit Fondu vətəndaşlarımız üçün təmin edir, onların təhsil haqlarını təmin edir, amma bunun geri dönüşü 18-22 il kimi böyük bir dövrə əhatə edir. Və buradan da bizim fondumuzun qeyri-kommersiya olması, yəni gəlir və mənfəət düşüncəsi olmaması, yəni burada böyük bir dövrdə bildiyiniz kimi hər il inflyasiya dəyərləri var. Eyni zamanda burada faizsiz faydalanan tələbələrimiz, güzəştli faydalanan tələbələrimiz var. Və buradan məlum olur ki, fondun gəlir və mənfəətə çıxmaq kimi bir düşüncəsi yoxdur. Əslində, mən hər proqramımızda qeyd edirəm ki, həqiqətən də bugün gəncləri çox şanslıdırlar və bir daha bu şansın şahidi oluruq. İmkanlar çox genişdir. Ancaq biz bakalavriat səviyyəsində olan tələbələr üçün kreditlərdən danışdıq. Magistratura təhsili üçün də şamildirmi kreditlərdən yararlanma maraqlıdır? Əlbəttə. Çox doğru və yaxşı bir nöqtəyə toxundunuz. Əslində, mən bunu əvvəldən qeyd etməliydim. Hansı ki, təhsil tələbə kreditləri kimlərə şamil edilir? Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinə ilk öncə bunu qeyd edək. Akreditasiyadan keçmiş, ali, orta ixtisas və peşə təhsil müəssisələrində əyani və ödənişli oxuyan tələbələrimizə şamil edilir. Yəni ki, texniki və yüksək texniki peşədə oxuyan tələbə kredit ala bilir. Orta ixtisas pilləsində, yəni orta ixtisas təhsil səviyyəsində kolleclərdə oxuyan tələbələrimiz
yəni ödənişlidirsə kreditdən istifadə edə bilir. Ali təhsil pilləsində bakalavr və magistratura təhsil səviyyəsində oxuyan tələbələrimiz bu kreditlərdən faydalana bilir. Həmin kreditlərdən yararlanan tələbələrimiz bizimlə bərabərdir. Xoş gördük. Xoş gördük. Sabahınız xeyirli olsun bir daha. Sabahın xeyir olsun. Biz bilirik ki, sən kreditdən yararlanırsan, artıq 4-cü kursda təhsilinə alırsan. Necə oldu ki, kredit götürmək qərarı əldə etdin? Yəqin ki, tamaşaçılarımız da az-çox tanıyır. Mən də Naxçıvan televiziyasının aparıcısıyam və 3 ildir ki, burada çalışıram demək olar. Amma mənim təhsil tələbə krediti fondundan istifadə etməyimdə səmimi bir hekayəm var və bunu mən hər zaman həm abituriyentlərə, həm də ki, bizdə görüş olanda hər zaman deyirəm. Çox maraqlı bir əslində hekayədir. Mənim uşaqlıqdan ən böyük arzum sadəcə 18 yaşımdan etibarən ailəmdən tam şəkildə maddi asılılığı bitirmək idi və mən 17 yaşımda universitetə daxil olmuşdum. Və hələ həmin müddətə qədər, yəni mənim illik təhsilimi ailəm ödəmişdi və həmin müddətə qədər, yəni təhsil tələbə krediti fondundan istifadə edəcəyim müddətə qədər mənim məlumatım yox idi. Çünki mənim qəbul olduğum ildə yaranmışdı. Heç o zaman yox idi, 2021-ci ildən çünki mənim qəbul olduğum ildə yarandı və bizə bu haqda məlumat verdilər. Mən də düşündüm ki, niyə olmasın? Çünki artıq mənim 1 illik təhsil haqqım ödənilmişdi və artıq mənim 18 yaşım tamam da olmuşdu. Və mən, yalan deməyəcəm, biraz düşündüm ki, bunu ailəmə necə deyim, necə başa salım ki, artıq belə bir təhsil krediti fondu var. Çünki əmin idim ki, bizdə evdə bunu qəbul eləməyəcəklər və təhsil xərclərini onlar ödəmək istəyəcəklər. Və dediyim kimi, 1-ci ilimin pulunu ödəmişdilər. Mən biraz düşündüm, ətraflı şəkildə araşdırdım və təşəkkür edirəm. Universitetin əməkdaşı Elgün müəllim bizə ətraflı məlumat verdi, ələxüsus məni qəbul etdi, ətraflı məlumat verdi və mən təhsil tələbə krediti fonduna müraciət etdim, standart paketinə müraciət etdim və demək, mənim həmin semestr ərzində ortalamam da, yəni ümumi ortalama göstəricim də çox yüksək idi. Səhv etmirəmsə 85 və üstü olduğu üçün mənə təhsil tələbə kreditindən yararlanmaq imkanı əldə elədim və hətta ən yaxşı imkanlardan biri də o idi ki, mənim ödədiyim həmin il üçün təhsil haqqımı mənə geri qaytardılar və mən ailəmlə danışdım. Mən təhsil kreditindən istifadə eləyəcəyimi deyəndə, əlbəttə ki, atam, yox, mümkün deyil, 4 illik təhsilim bizimdir. Mən razılaşmadım və mən tam şəkildə 18 yaşımdan etibarən bütün təhsil xərclərimi və öz şəxsi xərclərimi özüm qarşılayacağam dedim və o vaxtdan etibarən həmin illiyin pulunu da onlara geri qaytardım və mən düşünürəm ki, həmin müddətdə, çünki 18 yaşı olan bir gənc üçün ən böyük şans deyəcəm buna, ən böyük şans məhz təhsilində olan xərclərin ödənilməsi idi ki, bunu cənab prezidentimizin imzaladığı sərəncamla məhz təhsil tələbə krediti fondu bizə ödədi. Və mən hər zaman deyirəm, həm abituriyentlərə deyirəm, həm də tələbələrə deyirəm və təvazökarlıqdan uzaq olsa da deyəcəm ki, mən hətta özüm bir neçə tələbə yoldaşıma da vasitəçilik eləmişəm ki, həmin kredit fondundan istifadə etsin. Çünki mən görürdüm, məsəl üçün, mənim bir qrup yoldaşım, mən həm də dostumdur və mən görürdüm ki, həqiqətən çətinlik çəkirlər və ailəsi əslində ödəyir, amma çətinlik çəkir. Mən onu başa saldım ki, bax, bu təhsil sənindir, sabah sən bu təhsilini bitirəndən sonra sən özün işləyəcəksən və həm də bunu özün tələbə ödəməlisən. məsuliyyət istəyir özündə, öhdəliklərinin olduğunun fərqində olur. Və sabah sən özün ödəyəcəksən, mən başa saldım, o da ətraflı məlumatlar aldı və o da yararlandı və mən əlavə bir situasiyanda qeyd etmək istəyirəm ki, çox maraqlı bir əslində yanaşma idi və bir, belə deyim ki, hadisə idi ki, mən buna şahidlik elədim. Mən Naxçıvanlı deyiləm bu arada. Mən Bakıdaydım və bizim bir yaxın ailədə 3 uşaqlı ailə idi və imkanları da çox yaxşı deyildi. 2 qız və 3-cü oğlan idi. Düşünün ki, onlar əslində yaxşı oxuyurlar və ixtisas olaraq çox yüksək ballı ixtisas istəyirdilər. Həmin 2 qız, demək olar, 2 il imtahan verdi və 2 ilin ikisində də hüququn pullu olaraq qəbul olurdu və buna görə, ödənişə görə universitetə qəbul olmağı seçmirdi. Yenidən hazırlaşıb pulsuza qəbul olmaq istəyirdilər və 3-cü oğlan qəbul oldu pulsuza və növbəti il bunlar həmin
demək 2022-ci ildə həmin kredit fondundan məlumat aldılar və demək olar həmin il yenidən pulluya qəbul oldular və həmin kredit fondundan istifadə edib hal-hazırda hər ikisi hüquq ixtisasında təhsil alır. Yəni belə deyim ki, Azərbaycanda hal-hazırda mən deyərdim ki, təhsil tələbə krediti fondunun yaranması birbaşa kadr hazırlığına xidmət edən əsas faktorlardandır. Çünki məhz cənab prezidentimizin də qeyd etdiyi kimi artıq ölkəmizdə neft kapitalını insan kapitalından əvəzləmək vacib əsas amillərdən biridir və bu təhsil tələbə krediti fondu kadrların birbaşa yetişdirilməsində, təhsil almasında, savadlı, potensiallı kadrların yetişdirilməsində əvəzsiz rol oynayır. Təhsilə nə qədər yatırımlı olduğum bir daha şahid olur. Və bunu da qeyd edeyim ki, artıq 4 ildir, yəni 8 semestrdir ki, mən bu demək kredit fondundan istifadə edirəm və Bəhruz müəllimə təşəkkür edirəm. Eyni zamanda ki, hər semestr yeniliklər və hansı yeniliklər tələbələrin motivasiya edən, tələbələr üçün demək xeyirli olan yeniliklər ortaya çıxır və hər il təkmilləşdirirlər bunu. Sizə təşəkkür edirəm bütün tələbə yoldaşlarım adından, bu kreditdən istifadə edənlər adından. Çox sağ olun. Uğurunu dinləmək efirimiz vasitəsilə bizim üçün də xoşdur. Uğurlar əli. Təşəkkür edirəm. Nurcan, xoş gördük səni də. Sabahın xeyir olsun. Sabahınız xeyir olsun. Və kreditdən sən də yararlanırsan. İstəyirəm ki, tamaşaçılarımıza və bizə bəst edəsən. Buyur. Bəli, mən birinci kursun ikinci semestrindən kredit fondundan istifadə etmişəm. Ən birincisi təhsil göstəricilərimin yüksək olduğuna görə ilk dəfə ona görə istifadə etdim. Sonra isə bildiyimiz kimi hər bir gəncin müəyyən məqsədləri var ki, yəni çatsın yaşadığı müddət ərzində. Mən də maddi cəhətdən öz ayaqlarım üzərində durmaq üçün, yəni valideynlərimdən qopmaq üçün təhsil fondundan istifadə etdim, yəni kreditdən istifadə etdim. Birincisi, ailəm razı deyildi. Çünki qorxurdular ki, yəni kapital banşda deyə faiz də ola bilər. Amma mən onlara başa saldım, hətta əsasnaməni atamın qabağında oxudum ki, yəni faizsizdir. Birincisi razı deyildi. Dedim ki, yox, sən 650-ni ver, mən ödəyim, amma ödəmədim. Özümdə saxladım, krediti götürdüm. Hətta kreditin dəyişilən vaxtı ən çox sevdiyim şərtləri oldu ki, mən sosial kreditə müraciət etmişdim. Çoxlu müəssisələrə gedirdim. Vergi, Əmək Əhalinin Sosial Müdafiəsi, notarius, oralara gedirdim. Ancaq bu il, keçən ildən etibarən demək olar ki, təsdiqləndi ki, artıq o müəssisələrə getməyə ehtiyac yoxdur. Yəni, artıq sistem üzərindən onlar həll olunur. Hətta keçən ilə kimi artıq işsizlik haqqında sənəd alırdım, ancaq bu il ona da ehtiyac olmadı. O da yəni, sistem üzərindən yerinə yetirildi. Asanlaşdırılmış formada artıq təqdim olunur. Asanlaşdırılmış formada. Sadəcə mən ora ÜMC-mi, yəni topladığım balı yazdım. Bir də ki, mənim üçün ən yaxşı güzəştlərdən biri, mən artıq əlaçı olaraq bitirdiyimə görə faizsiz şəkilləri yararlandım. Bəli, bu semestrdə istifadə etdim. Necə deyərlər, yaxşı bir şəkildə yararlanmışsan. 92 ilə ÜMC-m bitdiyinə görə artıq praktikadayım deyə istifadə etdim. Güzəştlərdən də istifadə etdim. Belə, yəni ailəm də mənimlə fəxr eləyir. Özüm də qürurlanıram ki, artıq mən həm təqaüd almağımla özümü müəyyən maddi problemlərimi ödəyirəm, həm də ki, ödənişimi kredit fondundan istifadə edərək ödeyə bilirəm. Bizim üçün yaratdıqları şəraitə təşəkkür edirəm. Bir də Naxçıvan Müəllimlər İnstitutunun təşkilatçılığına təşəkkür edirəm ki, bizimlə tanış ediblər, xəbərdar olmuşuq və istifadə eləmişik. Bəhruz müəllim, sizə də təşəkkür bildirirəm. Minnətdaram. Yaradılan şəraitdən siz gənclərin istifadə etmək əslində çox sevindirici bir haldır. Az öncə də qeyd etdiyim kimi çox yaxşı imkanlar əldə etmişsiniz və bu imkanlardan yaxşı bir şəkildə də yararlanırsınız. Siz az öncə qeyd etmişdiniz ki, Bəhruz müəllim, Naxçıvanda görüşlər keçirilir və həmin görüşlər bizə nə vəd edir? İstəyirəm elə qısaca da olsa bu barədə bizə məlumat verəsiniz. Mən öz növbəmdə həm sizə bir daha təşəkkür etmək istəyirəm, həm də tələbələrimizə təşəkkür etmək istəyirəm. Əslində, bu verilişin formatında mənim üçün sürpriz oldu tələbələrin olması və hər iki tələbəmizə uğurlar arzu edirəm. Gələcək təhsil həyatında, karyeralarında çox önəmli məqamlar var burada. Biz bunlara toxunmalıyıq. Təhsil təkcə fərdlərin inkişafına töhfə vermir. Təhsil birbaşa cəmiyyətin inkişafına töhfə verən alətdir. Və burada Təhsil Tələbə Kredit Fondunun da xüsusi rolu var. Hansı ki, bu təhsilə verdiyi dəstək təhsildə inkişafa və cəmiyyətin inkişafına, eyni zamanda əmək bazarının inkişafına, o da öz növbəsində təbii ki, iqtisadiyyata töhfə verir. Ölkəmizin gələcəkdə güclü və potensiallı kadrların sayəsində güclənməsinə töhfə verir. Bunlar harada baş verir? Bayaq qeyd elədiyimiz kimi, elə təbliğat və təşviqat işimizin də məqsədi bundan ibarətdir. Biz bunu bugün təkcə ali və orta ixtisas təhsil müəssisələrində yox, eyni zamanda şagirdlərlə nəyə görə edirik? Çünki bu abituriyentlər artıq həm 9, həm 11-ci sinif buraxılışlar, yəni ümumi orta məktəbdən buraxılış, tam orta məktəbdən buraxılış, belə deyək.
Bunlar üçün nəyə görə biz bunu edirik? Bu tələbələr artıq bilməlidir ki, bu abituriyentlər artıq bilməlidir ki, mən hansı ixtisası seçəcəyəm və sevdiyim ixtisas nədən ibarət, nədir? Mən özümü harda görürəm və maddi çətinliklər onları qorxutmur. Qorxutmasın, bəli. Əslində burada əsas imkan bundan ibarətdir ki, təhsilinə artıq ailə qayğısı, ailənin digər maliyyə sıxıntıları varsa, dövlətimizin yaratdığı bu imkan da var. Daim dəstəyin. Yəni bu imkandan istifadə edərək o sevdiyi ixtisası seçə bilər. Misal üçün, motivasiyasında olmadığı, sevmədiyi bir ixtisası ödənişsiz şəkildə oxumaq əvəzinə sevdiyi ixtisası seçib ödənişli şəkildə, bayaq qeyd olunan nümunədə də bu hallar var. Yəni bu bizim qısa müddətdə əldə etdiyimiz uğur hekayələrdir. Bu insan kapitaldır, insana yatırılmış investisiyadır. Biz bunun həm kiçik dönəmdə, həm də böyük dönəmdə geri dönüşlərini alacaq ki, kiçik dönəmdə alırıq artıq. Hansı ki, kredit hesabını oxuyan tələbələrimiz artıq təhsildən kənarda qalmır ödənişli oxuyan tələbələrimiz. Təhsilini yarımçıq qoymur. Əgər ödənişli qəbul olubdursa, təhsil almaqdan imtina etmir, kredit hesabını alır. Və bu nümunədə də göstərildiyi kimi, əgər bir adam hüquq təhsili almaq istəyirsə, bunun əldə etdiyi bal onun ödənişlisinə kifayət edirsə, bu çəkinmədən fondun imkanları hesabına artıq gedir, həmin ixtisası, sevdiyi ixtisasda oxuyur. Əvvəlki illərə nəzər saldığımızda hüquq ixtisasına, misal üçün, qəbul olurdusa, ödənişli variantda, istəmədiyi bir halda başqa bir ixtisası seçmək məcburiyyətində qalırdı və yaxud da ümumiyyətlə universitetə getmirdi. Ödəniş məsələsi həqiqətən də ciddi bir məsələ idi. Təbii ki, baxın, burada üzr istəyirəm, çox önəmli bir məqam var. Deməli, bu tip tələbələrimiz ödənişsiz təhsilə qəbul olur. Misal üçün, əgər yaxşı tibb bir mütəxəssisi olmaq, həkim olmaq imkanı əldə edə bilərdisə, o ödənişsiz olduğu üçün baytarlıq oxuyur. Misal üçün gətirirəm bunu. İstəmədiyi bir ixtisasda oxumaq məcburiyyətində qalırdı. Bu zaman dövlət bunu ödənişsiz şəkildə oxudur və dövlət hesabına buna maliyyə ayrılır. Elə bakalavr təhsil səviyyəsini götürək. 4 il ərzində dövlət bu adama investisiya qoyur. Nəticədə məzun olduqdan sonra öz peşəsini sevmirsə, ixtisasını sevmirsə, bu peşəkar kadr kimi əmək bazarına inteqrasiya oluna bilməyəcək. O sahədə də uğurlu olmayacaq. Nəticədə biz maliyyə vəsaiti də itirmiş olacağıq ölkə olaraq və bir dənə də motivasiyasız bir kadr qazanmış və işsiz qazanmış olacaq. Doğrudur. Bəli. Amma bu alətin hesabına burada biz əmək bazarına da bir stimul vermiş oluruq ki, tələbə istədiyini seçir, sevdiyinə yola gedir və gələcəyini də istədiyi kimi qurur. Keçirilən görüşlər haqqında qısaca məlumat verərdiniz? Bəli, dediyimiz kimi dünən Naxçıvan Dövlət Universitetində, bizə nə vəd edir həmin görüşlər? Naxçıvan Müəllimlər İnstitutunda şagirdlərimizin daha çox bu kredit fondunun verdiyi imkanlardan xəbərdar olması üçün maarifləndirici görüşləri təşkil edirik. Əgər hansısa bir yenilik və yaxud da yeni bir təbliğatımız varsa, bu barədə onları məlumatlandırırıq ki, daha çox yenə dediyimiz kimi vətəndaşımız, tələbəmiz bu imkanlardan yararlansın, təhsildən kənarda qalmasın, təhsilə çıxış imkanı əldə etsin və eyni zamanda da bugün məktəb şagirdləri ilə, yəni 9 və 11-ci sinif buraxılış sinifləri, abituriyentlərlə də görüşlərimiz baş tutdu bir qədər öncə. Onlara da gələcəkdə fondun imkanlarına dəvət və bu fondun imkanları əsasında ixtisas seçimində daha diqqətli olmaları, gələcəklərini bu imkanlardan, dövlətimizin yaratdığı bu imkanlardan faydalanaraq qurmaqla bağlı bir sıra məlumatlar və maarifləndirici görüşlər etdik. Məncə faydalanırlar və nəticəsi də göz qabağındadır. Gənclərimizdə də uğurlar arzu edirəm. Sizə də təşəkkürümüzü bildirirəm. Çox sağ olun dəvət üçün. Mən də sizə təşəkkür edirəm.